Bal kraliçası Elza Seyidcahan. Doğrudan ilk dəfə idi siz efirdə bu cürə mahnılar oxudunuz. Bəli, çox oxuya bilərdim. Mən eşitməmişdim. Oxuyardım saatlarla, səhərə qədər muğamlardan keçərdim. Musiqiçilərimiz də maşallah. Yəni, ümumiyyətlə, mahnıları papuri kimi muğamlardan keçirsə 2 saat dayanmadı. İstəsəm oxuyaram, ancaq əlbəttə bizim gözəl xanəndələrimiz var. Axırız mahnı sözləri heç birini düz demədiniz. Sadəcə həyəcanlandırlar, həyəcanlar. Şairanəliyimiz var da. Yeri gəlmişkən yeni bir şeir bugünləri getmişdim. Allah rəhmət eləsin, Nüşabə xanım Ələskərinin bugün anasının ili idi. Allah rəhmət eləsin. Orada da... Nədən ilhamla gəldiniz? Orada bir molla bacımız dedi ki, burada Azərbaycanın qaymaqları yerləşib, burada hamısı. Mən də dedim ki, bir qafiyə gəldi. Dedim, qaymaq olmaqdansa qaynaq olaq. Sonra qayğanaq olaq, sonra qayğanaqdan doğaq, caynaq olaq. Görün, gözəl bir şeir gəlir. Qaymaq olmalıyıq, amma sonra əsas odur ki... Elza xanım, orta məktəb də qəşəng oxumuşam, ali məktəb də qəşəng oxumuşam, amma siz deyəni mən başa düşmürəm. Elə ona görə də... Təzənən deyir şeir görüm. Bax, dedi ki, orada xala dedi ki, Səfa xala dedi ki, ay cəmaət, burada Azərbaycanın qaymaqları buradadır. Buradadır, aha, sən nə dedin? Müğənnilər hamısı oradadır. Mən də dedim ki, qaymaq olmaqdansa, gəlin qaynaq olağın. Qaynaq. Yəni ki, calaq bir-birimizə. Belə tut, bax, qaynaq. Sonra qayğanaq olağı, qayğanaqdan doğub, caynaq olağın. Qayğanaq nə olaq ki? Qayğanaq, yəni ki, yumurtadan doğağın, caynaq olağın. O caynaq da ki, qartal caynağı. Get fikirlər. Xalq artistinə az qalıb. Allah, bir həftədə fikirləşən tapamayacam ona. Yumurta yoruq. Elmir, düz demədim. Mən demişəm, bu xanımı hələ başa düşən olmayacaq. 20 il vaxt lazımdır. Ayan, gözəl bir sənin üçün nəsə gəlib.